Hər birinizi salamlayıram. Mən tarix müəllimi Tahir Cabbarlı. Bu videomuzda sizlərlə dərs vəsaitlərində, test nümunələrində qarşımıza tez-tez çıxan Avropa xəritəsini və Avropa xəritəsi üzərində yerləşən ölkələrin yerlərini, dənizləri, boğazları, yarımadaları öyrənəcəyik. Qeyd edim ki, test nümunələrində daha çox rəngsiz xəritələrdən, yəni kontur xəritədən istifadə edildiyinə görə biz də videomuzda məhz kontur xəritədən istifadə edəcəyik. İndi isə gəlin əvvəlcə Avropa xəritəsində bizə lazım ola biləcək bəzi vacib dəniz adlarını və onların yerini öyrənək. Bu ərazidə gördüyünüz dəniz Aralıq dənizidir. Buranı A hərfi ilə işarələyək. Daha sonra bu ərazidə gördüyümüz Qara dənizdir. Bu da vacibdir, hansı ki Osmanlı və Rusiya mövzularını keçərkən xüsusən də bizə gərəkli olur. Daha sonra Balkan yarımadası ətrafında bu ərazidə Egey dənizi, burada isə İon dənizi, hansı ki Yunanistan mövzusundan artıq siz bunlarla tanışsınız. Daha sonra yarımadaları da qeyd etmək vacibdir. Burada gördüyümüz yarımada Piriney yarımadasıdır. Bu ərazidə Appenin yarımadası yerləşir, hansı ki biz bunu çəkməyə oxşatmışdıq. Burada isə Balkan yarımadası yerləşir. Daha sonra bizə lazım ola biləcək boğazları da bilmək zəruridir. Burada gördüyümüz Cəbəlüt Tariq boğazıdır. Hansı ki bilirik ki 711-ci ildə ərəb sərkərdəsi Tariq buranı keçmiş və Cəbəlüt Tariq boğazı adlandırılmışdır. Osmanlı və Rusiya mövzusunda tez-tez qarşımıza çıxan Bosfor boğazı bu ərazidə yerləşir. Dardanel boğazı isə bax burada yerləşir. Bunları da qeyd etmək yerinə düşərdi. İndi isə gəlin ölkələri və onların yerləşdiyi əraziləri sizlərlə öyrənək. Buranı təmizləyirik. Ölkələri öyrənərkən kodlaşmadan da istifadə etmək çox faydalıdır və yadda qalmanı daha da asanlaşdırır. Əvvəlcə Piriney yarımadasından başlayırıq, yuxarıya doğru ölkələrin adlarını qeyd edək. Piriney yarımadasında bu ərazidə Portuqaliya, burada isə İspaniya yerləşir. Qonşuluğunda Fransadır. Fransanın qonşuluğunda isə Almaniya yerləşir. Fransa-Almaniya sərhədinin yuxarı hissəsində burada gördüyümüz balaca ərazi Lüksemburqdur, hansı ki o qədər də öyrənilməsi vacib deyil, amma qeyd etmək lazımdır. Daha sonra bu ərazidə Belçika və Hollandiya yerləşir. Daha sonra burada gördüyümüz Böyük Britaniyadır. Bura isə Böyük Britaniya tərkibində olan İrlandiya ərazisidir. Daha sonra Almaniyanın qonşuluğunda bu ərazidə Polşa, burada isə Belarusiya yerləşir. Qeyd edim ki, baxın bu ölkələri biz qısaca tifab şəklində də yadda saxlaya bilərik. Burada isə Ukrayna yerləşir. Ukraynanın aşağı hissəsində Krım yarımadası var. Bunu xüsusən bilmək lazımdır, çünki bir çox yerlərdə Krımın adına biz rast gəlirik. Daha sonra Ukraynadan aşağı hissəyə düşürük. Aşağıya düşdükcə burada demək Moldova ərazisi bizim qarşımıza çıxır. Daha sonra Ukraynadan aşağıya doğru gəldikcə Moldovadan sonra bu ərazidə Rumıniya, daha sonra Bolqarıstan və Yunanistan ölkələrini, yəni ərazilərini görürük. İndi isə Yunanistandan yuxarıya doğru hərəkət edək. Bu ərazidə gördüyümüz Albaniyadır. Burada gördüyümüz Şimali Makedoniyadır, hansı ki biz Makedoniyanı keçərkən qədim dövrdən bilirdik ki, Yunanistanın şimalında yerləşir. Burada Montenegro və onun yanında Kosova yerləşirdi. Daha sonra bu ərazidə Serbiya ərazisidir. Bura Bosniya və Hersegovina ərazisidir. Bura Sloveniya ərazisidir. Bura isə Xorvatiya ərazisidir. Yuxarıda yerləşən bax bu gördüyümüz 4 ərazini rahatca yadda saxlaya bilərik. Əvvəlcə xəritəni biraz təmizləyək. Qeyd edim ki, bu 4 ərazi vaxtı ikən bir müddət birləşik də olublar. Deməli, bu 4 ərazini necə öyrənirik? Bu ərazidə Çexiya, Slovakiya, Avstriya
və Macarıstandır. Hansı ki bilirik ki Çexoslovakiya bir müddət birləşib sonradan ayrılıb, daha sonra Avstriya-Macarıstan imperiyası da bilirik ki bir müddət birləşib, daha sonra isə ayrılmışdır. Bu ərazidə gördüyümüz İsveçdir. Qeyd edim ki, İsveçrə ilə İsveçi qarışdırmaq olmaz. Apennin yarımadasında İtaliya yerləşir. Bilirik ki, Roma şəhəri burada yerləşirdi. Daha sonra burada adalara da nəzər salmaq yerinə düşərdi. Qeyd edək ki, biz hələ Roma mövzusunu keçərkən bilirdik ki, Roma ilə Karfagen arasında Siciliya adası uğrunda mübarizə gedirdi. Siciliya bax buradadır. Siciliyanın aşağısında bu balaca nöqtə Maltadır. Malta bizim üçün vacibdir. Daha sonra burada Sardiniya, Korsika yerləşir. Karfagen deyilən ərazi isə Şimali Afrikada bax bu ərazidir. Söz yox, biz Avropa xəritəsindən danışırıq, amma Karfageni də qeyd eləmək burada yerinə düşərdi. Daha sonra Yunanistanın cənubunda Krit adası yerləşir. Daha sonra burada kodlaşma eləmək olar əslində. K ilə başlayan yarımada adaları bilmək bizim üçün daha yadda qalan eləyə bilər bu adları. Demək, burada K ilə başlayan Krit var burada, Kipr var burada. Buna nəzər yetirmək olar. Krım var burada və burada da Korsika var. Bunları bu şəkildə əlaqələndirmək olar bir-biri ilə. Daha sonra Avropa xəritəsində yuxarıya doğru gedərkən bizim qarşımıza bir çox ölkələr çıxır. Gəlin onlara da nəzər yetirək. Bu ərazidə Danimarka yerləşir. Daha sonra Baltik ölkələrdən Estoniya, Latviya və Litva əraziləridir ki, bunları da öyrənmək bizim üçün vacibdir. Daha sonra Skandinaviya ölkələri Norveç, İsveç və Finlandiya. Qeyd edim ki, İsveç buradadır, İsveçrə buradadır. Bunları bir-biri ilə qarışdırmaq olmaz. Daha sonra burada bəzi şəhər adlarını da bilmək bizim üçün zəruridir. Qeyd edim ki, bax bu ərazidə Konstantinopol, yəni indiki adı ilə İstanbul şəhəri yerləşir. Bunu bilmək bizim üçün zəruridir. Xüsusən də Roma mövzusundan üzü bu tərəfə doğru əraziləri öyrənərkən bizim üçün çox vacibdir. Daha sonra bura Anadolu torpaqlarıdır. Yəni bugünkü Türkiyə ərazisidir. Bunu da bu şəkildə öyrənə bilərik. Daha sonra ən böyük ərazi hansı ki dünyanın ən böyük ölkəsidir və bir hissəsi də Avropaya düşür. Burada Rusiya torpaqlarıdır. Biz bunları öyrənməklə Avropa xəritəsindən sual düşərkən onları yazmaq daha da asanlaşacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.